Bugün bizim layihəmizin 11-ci təlim günüdür. Artıq bundan sonra 5 təlim günümüz qalıbdır. Çox diqqətli olmağınızı xahiş edirəm və anlayıram, elə bir zamanədir ki, uşaqlar tez-tez xəstələnir və yaxud da sizin özünüzdə bu qrip yayılıbdır. Ancaq buna baxmayaraq çalışın ki, epidemiyadan özünüzü qoruyasınız və təlimlərin sonuna qədər iştirak edəsiniz ki, sabahçı günü bütün problemlərimiz olmasın. Bildiyiniz kimi, layihəmiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə resursları ilə həyata keçirilir. Hər bir layihə, yəni təqdim olunan layihə, yəni qüvvəyə minmir. Görün bu nə qədər mühüm bir layihə olub ki, dəyərləndiriblər və sizlər üçün bu layihəni icra etməyə bizə etibar edirsiniz. Hər birinizə uğurlar arzu edirəm. Arzu edirəm ki, övladlarınızda heç bir xəstəlik olmasın və bizim sizə bugünə qədər öyrətdiklərimizin əsasında siz övladlarınıza kömək edə biləsiniz. Onların reabilitasiyası dayanmasın və mən eşidim, bilim ki, övladlarımız, sizin övladlarınız eyni zamanda mənim də övladlarımdır. Sizin hər birinizi qız bilirəm özümə. Sizin övladlarınız, bizim övladlarımız sağlamlıq mühitdə böyüyürlər, sağlamlığa doğru gedirlər. Hər birinizə uğurlar. Çox sağ olun. Sabahınız xeyir. Bugünkü iştirakçı gününüz də xeyirli uğurlu olsun. Zihin açıqlığı sizə arzulayıram. Deməli, biz bu günləri birinci, ikinci meridian, yəni ağciyər və yoğun bağırsaq meridianı təkrarlayırıq. Yəni, təkrar önəmlidir. Əgər təkrar olmasa, meridianlarda nöqtələr çox bilirsiniz, bu nöqtələri qaçışdırırsınız. Ona görə qaçışdırmayın deyə, artıq siz istiqaməti bilərək ağciyər meridianı mərkəzdən qaçan, yoğun bağırsaq meridianı mərkəzə qaçan meridianlar və bunlar qonşu meridianlar və o nöqtələr ikisini bir anda işarə edin ki, yanın hansı nöqtə, hansı meridiana aid olduğunu artıq aydınlaşdırasınız. Və dediyim kimi, praktik olaraq hərəniz iqla iğnələr qoyun. Həmin nöqtələri yaxşı belə. Özünüz, yox, bir-birinizlə, özünüz deyil. Yəni, bir-birinizlə işləyin. Yəni, birinci, ikinci meridianlar, onu bitirən kimi keçirsiniz digər meridianları, əl meridianlarını bugün işləyək. Əl meridianları hansıları idi? Birinci, ikinci idi, 9, 7, 5, 6 idi. Belə əl meridianları. Sonra hamısı gətirin, təkrar edəcəksiniz. Bundan sonra hamınızı yaxınlaşın. Hani verdin mi? Yaxşı. İğnəni də qoyursunuz ondan sonra. Mən sizə gəl bu vəzifə edin. Özünüz kəndi vəzifə cihazlar, Qərar edəmsən? Benden sonra beni çağırın. Sen konuşalım. Yaşlılara çıxsın. İğnəli yoxsun, iğnəli boşadan Çekersiniz, çıkar İstəyirəm izəli terapiya. Ancaq
anketi yaz, hər an xama təhvil verməlisən. Soğuqqa verərsən. Soğuqqa verərsən. Kameram bir tərəfə. Zaman yazsın. Özü, aferin. Kızlar, siz meridyanların çoxunu artıq öyrənmişsiniz. İndi bu günlərin bizim dərsimizin bir hissəsi də istifadə olunan avadanlıqlarla tanışlıqdır. Aynur xanım sizə avadanlıqları göstərəcəkdir ki, hansı alətlərdən, avadanlıqlardan da istifadə olunur. Çoxunuzda evlərdə var, amma bilmirsiniz ki, onları necə istifadə etmək lazımdır. İndi kimin nə sualı olarsa Aynur xanıma versin. Aynur xanım göstərəndə bütün suallarını inşallah hazırlayıb verin ki, düzgün tətbiq edəsiniz. Bir de bu eşiği ben dedim ki Ham kulaq asırsın danışır. Deməli, medialarda olan nöqtələri öyrəndik. Yəni, bunlar bildikləri nöqtələrdir. Bioloji aktiv nöqtələrdir. Sinir reflektor ötürücülük daha güclüdür bu nöqtələrdə. Biz oraya hər dəfə toxunduqca beyinə siqnal daha yaxşı ötürülür. Nəinki digər sahələrə, nahiyələrə deyək ki də. Əslində 700 nöqtə var, amma onun cəmi 350 nöqtəsi həqiqətən də orada elə bil ki, elektrik cəryanın aparılığı, həmin nahiyədə sinir ötürücülük daha güclü olur, bu 350 nöqtədir. Amma bizim sizə öyrətdiyimiz ki, hansı ki, sizə bu kifayət eləyir, sadəcə standart nöqtələrdir. İndi hələ ki, indiyənə qədər öyrəndiyimiz standart, yəni hər bir meridianı idarə edən standart nöqtələrdən danışır. Standart nöqtələr nə idi? Tonuslandırıcı idi, sakitləşdirici idi, əlaqələndirici idi, ağrı kəsici idi, bir də siqnal nöqtəsi idi, bir də keçid nöqtəsi idi. Yəni, iki meridian qonşu bir-birlərini tənzimləyirlər. Bunlar bizim üçün vacib olan, lazım olan nöqtələrdir. Bu nöqtələrə biz sizə İqla bəzi nöqtələri ki, necə etdik, onu artıq bildiniz, əliniz öyrəşdi iqlaları necə tətbiq edin. Amma sizə hələ reseptlər verməmişik. İnşallah gələn dəfə həftədən sizə konkret hansı xəstəlikdə hansı nöqtələr işlənəcək. Onları görəcəksiniz və o nöqtələr sizin bu gördüyünüz standart nöqtələrdən olmayacaq. Yəni daha başqa, daha çox nöqtə, bir sürü əlavə nöqtələr. Amma o hamısının yerləşmə, lokallaşması rahat şəkillərdə var deyə heç bir çətinlik çəkməyəcəksiniz. Siz çünki nöqtə tapmağı bacarırsınız, iqlaları qoymağı bacarırsınız. Amma bu nöqtələrə təkcə iqlalar qoyulmur. Yəni, iqla qoyulmur burada. Bax, məsələn, tutaq ki, deyək ki, bax, iqla necə təsir edir? Bax, iqla, düşünün, biz iynə batırırsınız da. Bax, bu iynə batıranda, bu iynə orada hüceyrəni dağıdır. Baxın, masaj edirsən, digər prosedurlar edirsən, misal üçün da hansı bir mexaniki prosedurlar edirsən, tutaq ki, elədiyimiz o masajdır, o alətlərlə işlədir, ona mexaniki təsir edir də, bir reflektor, yəni dərdə qıcığı qəbul edir, bir də mexaniki. Amma sırf iynə nə edir? Niyə iynə bu qədər effektivdir? Ona görə ki, iynə batıranda o hüceyrəni dağıdır və hüceyrənin tərkibində olan maddələr qana daha tez sızmağa başlayır. Başa bu bir balaca bir atom zərrəciyi kimi bir zırf olur, bir partlayış yaradır. Biz o hüceyrə daxilinə iynə kimi heç nəylə təsir edə bilmirik.
Düzdürmü? İynəni batıran kimi hüceyrədə deşik hüceyrənin divarını zədələyirik. Həmin hüceyrənin tərkibində olan maddələr, hansı ki bir çox uzun bir proseslə o bizim toxumalarımıza idarə edir, mübadildə iştirak edir. Amma iynə ilə batıran kimi həmən sızır. Niyə iqla terapiyası ağrı kəsici effekti superdir? Ona görə ki, histamin həmən qana sıçrayır və ağrını kəsir. Həmən spazmı aradan götürür. Ona görə. Bir də onu qıcıqlandıranda, baxın, bizdə ümumiyyətlə dedik sizə ki, bu meridianlarda elektrik cəryanı axını var. Bədənimizdə ümumiyyətlə bizim toplarda, bilirsiniz, halımızda var. O elektrik cəryanı bizim bədənimizdə var, müsbət mənfi, yəni anionlar, kationlar. Və biz bu iynəni batıranda, bu da metaldır da, düzdürmü? Orada həmin o iyonlar aktivləşməyə başlayır. Və biz həmin bu iyonlar, aktivləşmiş iyonlar meridian boyunca qaçmağa başlayır və hansı orqandan keçirsə, o orqana da gedir, onu şok verirlər sanki. Ona görə də biz bəzi orqanların müalicəsində həmən iynə ona görə effektivdir. Başa düşdünüzmü? Əslində biz öncə nə edirik? Ümumiyyətlə, beyin, bax beyin qızlar, bir şeyi idarə edirsə bizim idarə etməmiz 3 etapdan keçir. Beyin bizi idarə etmək üçün kənardan aldığı qıcığa cavab verib də onu idarə etmək üçün 3 etapı var. Birinci etap, bax, misal üçün iqla qoyulur. Birinci etap o iqlanı ora olan qıcığa yönəlir. Birinci etap oraya yönəlir. Birinci etap. İkinci etapda orada nə üçün tətbiq olundu və nə edəcəyini sistemləməyə başlayır. Üçüncü etapda artıq müalicəsini yönləndirməyə başlayır ki, yəni necə müalicə edəcəm mən, beyni idarə edəm onu. Artıq bu müalicə üsulundan mən beyni necə idarə edəcəm, necə müalicə edəcəm daha doğrusu xəstəliyə, yəni pasientime. Yəni, bax, bu 3 etapda gedir. Ona görə də nə edirsinizsə, hansı prosedur olunursa, o çox ehtiyatla tətbiq olunmalı. Çünki hər bir etdiyiniz mexaniki, reflektor, təsir beyinə bir şokdur. Yəni, beyinə bir şokdur da. Bax, misal üçün, adicə toxunuram sizə, soyuq əllə toxuna bilərəm, istərlə toxuna bilərəm, onun reaksiyasını həmən verirsiniz, düzdürmü? Məsələn, sizin uşaqlarda da çoxsu eləsi var ki, danışa bilmirlər, neyək yoxdur, üz ifadəsindən anlayırsan, vizual analiz şkalası deyilir ona. Misal üçün, anlayır, burada ağrı oldu, burada olmadı, hansı bir hissiyatı varmı, yoxdurmu, yox, hissiyatı varmı, yoxdurmu, başqa o elektromiografiya deyilən bir üsul vardır, yəni ki, sırf gelirsən, yəni fizioloji sinirləri yoxlursan, hərəkət etmən hissinə, o başqa. Bir də var ki, sənin o toxunduqların bu inci reaksiya verir. Misal üçün, ayaq baş barmağını işləyir uşaqlar, təzyiq deyin, görün necə, həmən reaksiya verirlər, dik atılırlar. Məsələn, ayaq baş barmağını işləyirsən, həmən reaksiya verirlər, dik atılırlar. Misal üçün, mən uşaqlar var, ilk uşaqlar, onların bəzi nöqtələri var, çevrilə bilməyən uşaq, götürürəm o nöqtələri, basıram, uşaq başlayır çevrilməyə. Otura bilmir, uşaq basırsan, uşaq başlayır oturmağa. Onlar endobolite terapiyadır da. Sizin uşaq körpəniz yoxdur, bir o sizə aid deyil. Körpələri olanlara aid o terapiya. Çünki körpə daha çox balaca uşaqlara içərlidir. Onun yerə o Fərəli xanıma bir şey yaxşı alına gəlir, körpələri olan uşaqlar. Deməli belə. Və bu quru iynələmə, yəni. Quru iynələmə yox, əslində bu quru iynələmə deyil. Körpə uşaqlar üçün uşaqları, daha az yaşlı uşaqlara kömək edirdi o əslində. Ona görə belə. Sonra, bilməm nə deyirdim, amma getdi. Deməli, siz iynələrlə istifadə eləməyi öyrəndiniz, amma quru iynələr, aferin. Bir var quru iynələmə, bir var ki, akupunktura, bunlar başqa şeydir. Sadəcə akupunktura quru iynə ilə edirik də, yəni. Niyə quru iynə deyirik? Yəni, orada dərman yeritmirik, yəni. Sadəcə quru iynələr götürüb işlədirik. Akupunktura sırf bioloji aktiv nöqtələrə tətbiq olunan bir müalicə üsuludur. Akupunktural, yəni nöqtələrə. Akupressura, masaj, təzyiq, pres ümumiyyətlə təzyiq demək, akupressura. Həmin o bioloji aktiv nöqtələrə pres edirik. Bir var miopressura, o başqadır. Sırf əzələyə təzyiq edirik, onu gərginliyi azaltmaq üçün. Bir də var ki, akupressura. Akupressuranı biz, məsələn, adicə götürüb barmaqla eləyə bilərsiniz. Adi belə bir elə bilər, bunlardan istəsəniz sizin üçün gətirə bilərəm. Götürüb bunun kül tərəfindən də eləyə bilərsiniz. Yəni, pres, yəni, sadəcə basırıq şəkildə işləyirik. Bir də var, quru iynələmə isə nədir?
Quru iynələmə bu akupunktura deyil. Quru iynələmə trigger nöqtələrindən işləməkdir. Məsələn, boyunda, çiyinli, kürək nahiyədə triggerlər var, ağrı nöqtələr var, passiv triggerlər var ki, biz onları masaj yerində tapırıq. Aktiv triggerlər hər zaman bizim problemimiz olmamız deyil. Yəni, sən xəstə tutaq ki, əlini göstərir ki, məndə burada ağrı var, o demək deyil ki, onun problemi burasındadır. Biz onun boynunda tapa bilərik, beynində tapa bilərik o problemi və olmuşu miyofascial ağrılardır da. Amma bir də var ki, trigger, biz onu özümüz tapırıq masaj yerlərində və o triggeri başlayırıq iynə ilə, iynə batırıq, ağrını götürürük. Spazm götürür, deyək dediyim kimi, histamin həmən hüceyrədən qana sıçrayır və ağrı kəsici və spazmatik təsir göstərir. Amma xəstənin 2 gün histamin dərman içir ki, o qanına sorulsun, geçsin, ora penetrasiya eləsin, ağrı ocağına düşüşdüz. Bu qədər effektivdir, yəni, akupunktura, quru iynələmədən üçün. Ona görə də quru iynələmə sırf trigger nöqtələrini, ağrıları götürmək üçün. Tamam, bunu qatışdırmırıq bir-birinə. Akupunktura, quru iynələmə bir-birinə qatışdırmadır. Ümumiyyətlə, siz iynədən kimi ancaq tanış olduq, geniş iynələrlə də, bir də masajı da bilirsiniz. Yəni, misal üçün, əgər indi sizə ki, burada reseptləriniz ki var, orada görəcəksiniz ki, bəzi nöqtələr yazmışam ki, tonuslandırıcı üsulla işləmək nöqtələr var. Niyə tonuslandırıcı nə deməkdir? Tonuslandırmaq üçün səthi intensiv masaj eləyəcək, səthi intensiv. Bir də bəzi yazmışam ki, tormozlayıcı üsulla işləyək. Dəri, yavaş əzmələrlə saatın əks istiqamətində. Əslində, burada belə işləyir. Deməli, biz dediyimiz kimi, bu refleksoloji bir müalicə üsulu nədir? Refleksoloji bir müalicə üsulu artıq hamımız bilir ki, bu refleksləri oyatmaq, reflekslərə beynin cavab verməsi deməkdir. Və iynə ilə eləyir, akupressur, sadəcə küt belə bir alətinə barmağımızdan edə bilərik. Sonra belə bir həm elektrik cəryanı, həm də burada bunu bilirsiniz də, keçəni eləmiş nöqtələri. Tamam, nöqtələri gördünüz necə başladı toxuya. Bu elektrik cəryanı verir və bizim bədənimizdəki olan elektrik cəryanı, buradan verilən elektrik cəryanı başlayır görüşməyə. Bax belə, ümumiyyətlə necə görüşür? Kəmərdən, yox, ağrı deyil, sizin mövzunuz ağrı deyil. Sizin mövzunuz sizin uşaqlarınızda olan problemlərlə danışır. Cerebral ifliçdir və s. Reflektor nöqtələri oyadır. Biz burada ağrı mövzusu danışırıq. Bəli. Burada nə var? Niyə titrəməyə başlayır? Baxın, məsələn, bizim anyonlar var, kationlar var, ionlar. Kənardan alınan katıqla anion birləşir, katıqla bədənimizdəki anion birləşir. Yəni, belə deyək, anion elə danışıb, fizikayla danışmayacaq. Bədənimizdəki olan mənfi bizim buradan verilimiz müsbətlə görüşür. Bədənimizdəki müsbət ionlar bizim buradan verilimiz mənfilə görüşür. Onun üçün, orada elektrik cəryanı artıq aktivləşməyə başlayır. Yəni, sıfır yükdən yüklənməyə başlayır, bütün dövr etməyə başlayır, bəli. Onu iqlanın başına toxunduranda effektiv olur mu? İqlanın başına toxundurursunuz, başlayırsınız titrəməyə. Amma sizin uşaqlarınız bunu, yəni, balacalara etməyirlər. Yox, onlar deyil, yox, biz belə qıcıqlanırlar deyə həyəcanlanacaqlar, daha yox uşaqlara edir. İkisinin uşaqlara tutulmaz. Yox, ikisinin uşaqları yox. İkisinin tıqları olan uşaqlar üçün zəmətlərdir. Trigger nöqtə Ağrı nöqtəsi. Deməli, sonra qızlar, refleksoloji olaraq prosedurlardan biri də aplikator Kuznetsova. Sizin uşaqlara, bu aplikator Kuznetsova spastikası olan uşaqları olmaz. Hansı uşaqlarınız ki, spastikdirlər, spastika var, çox spastik uşaqlar var, epiduroloji kontrakturada. İndi siz uşaqlarınızla məşğul olmamalar olmuşsunuz. Mən inanmıram ki, uşaqlarınız deyil, aşırı spastikanız olar. Məsələn, bizə gələn uşaqlarımızın heç birində o spastikanı görməmişəm. Tonus, tonusu aşağı olanlar çünki siz fıstaya deyəcəm, sizin uşaqlar fıstayla məşğul olursunuz deyə, onlarda o hipertonusda deyirlər. Yəni, bu qızlar fıstaya uşaqları müalicə aparırlar. Kim ki müalicə aparmırlar, o evdə qalırlar, little form olur, o belə kontrakturalar, bədbəxt vəziyyətə, spastikada hə. Onlar baxılmayan uşaqlardır, həqiqətən baxılmayan uşaqlardır. Amma yəni, əgər dediyim kimi aşırı hipertonusda deyilsiniz, edəcəksiniz. Nurayı olur, nəli olur ki. İstənilən var, bir götürürük, aha, statik formada, statik formada bu şəkildə sadəcə onlar nə olur ki, bax, bütün onurğa segment işləyir. Kürək segmenti, çiyin segmenti, daha doğrusu kürək segmenti, bir də bel segmenti, ayaqlarda bud hissələrinə, yəni sadəcə belə resursulla, yəni basaraq, qum bir yox, özünüz əlinizlə, bu
yox. Bir əlinizlə. Yerə qoyuluşunda Olar, yox. Sırf refleksləri oyatın. Görün, hamımız bir qurtda təsəvvür edin. Görün, necə yəni belə adam rahat olur. Siz onu bir-birinizə ötürün, baxın. Sonra belə bir tikanlı toplar. Mesela bu tikanlı topların yumuşaq formaları var. Onlar sadəcə oyun üçündür. Yəni, onlar bizim istədiyəcəyimiz effekti verməyəcək. Buna kürəyi yedi qəşəng Bunlar olur. çıxsan, bunlar sərt, bəli, sərtdir. Hansı daha yaxşı xeyirlidir? Yumuşaq belirliyizə aid deyildir. Uşaq oyuncaq. Biz bu nəyə Sırf ailə. Deməli, bu da bir tikanlı, oyatmaq üçün, tonuslandırmaq üçün. Bu da yenə eynən həmin qaydadır. Əgər gərgin uşaqdırsa, spastikası olan uşaqdırsa etməyəcək. Yox, tonusu aşağı uşaqdır. Sadəcə tikanlı belə toplar. Yox, yəni çox sərtdir. Bir topunun baxın necə sərtdir. Amerikadır, bu da tonusu Deməli, spastikada olanlar tonuslandırıcı prosedurlar. Sonra bunlar misal üçün Marklarda var idi. bir şey rahatdır, bir desin biz də biz gətirir. 2 manat, 3 manat mesela. Bu da dışarı. Marklarda görürüz. Nəriz verməcə çünki satır deyəməm bundan sonra düşər tutdular. Mənim bir əmanət. Tezə də çıxır o şeylər, ayaqlar. Bunun nə şeydə doktor? Bunu ayağın altına eləyə bilərsiniz. Kürəyinə, kənar, kürəyin qıraqlarından paravertebral işləyə bilərsiniz. Qıcıq deyilir üçündə. Bu da, bunlar misal üçün daha balaca uşaqlar. Bunlar daha iyi uşaqlar. Başladı deyilir. Qızlar, baxın, özürlər. Necə satılan Zəif olanlar. Don oyatmaq üçün. Sonra bunları bilirsiniz, yəqin ki, qızlar bunlar sizə çox sağlıqlar. Üzümləri, Doktorlar deyəcək bir şey nə üçün idi, tonus üçün idi, yoxsa şey deyil, tonus artırmaq üçün idi. Azartdan alır şəkildə danışıqlarında spastikalı olanları etmir. Hansı? Aşağı tonusu Əksini qaldırmaq də üçün. olmur. Bəli. Baxın, bunlar da brasletlər, bu da satışdadır. Bu nə üçündür? Çox uğraşmışdır. Bunu yoxlamanızı icazə verir. Bir dəqiqə icazə verir. Üzüyünü. Baxın, gördüyünüz nə qədər qıcıqlanır. Bunun hamısı bir-bir beyni, impulslarına, Nə yaxşı şöhrətlərinin Bunu isə bunu da yenə ələ də eləyə bilərsiniz də. Siz də qızlar. Ayağa da eləmək olursa. Satışdadır. Siyadı bu qəşəkdir. Sonra dərsdən sonra deyərəm, mən baxıb bura, mən siyah yazı verib, Ayağı da bilmirəm. eləyək. Tam olaraq bilmirəm. Sonra deməli, bəs barmaqlığımız hanı? Ha, onun üzüyü var. Hamıda var, görmüş. Hamıda var. Yox, bir də belə alətlər var, barmağı masaj edirsən. Sizdə var. Bunları yoxlayıb bir-biriydim qızlar. Öz bu hissiyatı almayın. Sonra Ayağa qiymətini deyil. mən baxıb deməliyim. Deməli, bunlar baxın qızlar. Bu bankalar, burada maqnit bankalarıdır. Ucularına küt ucuları var. Aha, bu şəkildə birləşirlər. Burada nə baş verir? İndi baxın, yəni bu necə işləyir? Bu magnetopressura deyirik buna, maqnitlə təzyiq etmək. Yəni bu necə işləyir? Bu belə işləyir. Bax, bunu sizin uşaqlara onurğanı paravertebral edin. Paravertebral, onurğanın üst kənarından. Onurğa ortada qalır. Bu onurğadır. Qırmızılar bir tərəfə, göylər bir tərəfə. Niyə? Ona görə ki, bu qırmızılar bir tərəfə, qırmızılar bir cərgəyinə, göylər bir cərgəyinə. Bunlar cənub-şimal qütbləridir. Maqnitdə şimal və cənub qütbləridir, NS qütbləri. Və burada nə başlayır? Burada biz birincisi həmin o nöqtələr ki, var biz sizlə öyrəndik ki, silik səsi medianında onurğanın kənarında nöqtələr var idi. Onlara punktural təsir edir, qıcıqlandırır, yəni beyinə siqnal əlaqəsini artırır. İkincisi, həmin bax bu maqnitin arasında, bax bu bunların arasında nə başlayır? Burada biz bunu tətbiq eləyəndə elektromaqnit sahəsi yaranır. Elektromaqnit sahəsi deyək ki, onurğa buradadır da. Onu neçə dəqiqə saxlamaq? 5 dəqiqəyə qədər saxlayacaq.
elektromaqnit sahəsi yaranır və onurğanın ətrafında bu şəkildə elektromaqnit sahəsi fırlanmağa başlayır. Və bu fırlandıqca orada mexaniki olaraq qan dövranı yaşlaşmağa başlayır. Qan dövranı, çünki niyə? Ona görə ki, elektromaqnit sahəsinin yarananda toxumalarda istilik yaranmağa başlayır. İstilik də yaranır, biz o istilik hiss eləmirik, uşaq hissləri, o toxuma daxilində baş verir. O istilikdən damarlar genişləməyə başlayır. Mexaniki olaraq reflektordan fiziki, sonra mexaniki təsirlər keçdi. Fiziki, mexaniki, fiziki reflektor. Çünki burada belə fizika var da. Başladı qan dövran, istilik enerjisi ayrıldıqca orada bir həyəcan başlayır toxumalar arasında. Toxumalar bir-birinə dəyməyə başlayır, mübadilə yaşlaşmağa başlayır. Toxumalar bir-birinə lazım olan maddələr alıb verirlər. Sonra istilik enerjisindən istilik ayarlananda qan damarları genişlənir də sirkulyasiya yaşlaşmağa başlayır. Ki bizim uşaqlara da bu yaxşı lazımdır da, düzdürmü? Qidalanma, sinir nə qədər çox qanla yaxşı qidalanarsa, o qədər də fəaliyyət, ötürücülüyü yaxşı olacaq. Sinirin reflektor qıcıq alma prosesi başqadır, sinirin o liflərin özünün işləməsi başqadır. Çünki o sinir özü də axı qanla, limfomayesinlə, bunlarla qidalanırlar da bu sinir, düzdürmü? Onun ətrafında olan qan dövranı yaxşı olmayan, o sinir artıq vurmağa başlayacaq. Yəni fəaliyyətini itirməyə başladı, ötürücülük zəifləməyə başladı. Yəni sinirin işləməsində təkcə reflektor bu impulslar deyil. Bu qırlar. Görə mən bunu bir dəfə Bir dənəsini mən vurursa bax. olmaz. Necə? Bunun çox bahalı bir şeydir. 100 manat. Nədir o? Bunu mən sizə ucuz, daha az variantı var. Çünki bir dənəsi tələbələrə sınırlanır və işləmə özünə ekranacaq. Sizə qazanmaq lazımdır. Belə qalmışıq da. Amma bunun daha az şey var. Bax, o günləri dedim ki, iğnə qoymayacaqsınız. Məsələn, çək qorxursunuz da iğnədən. Düzdür, iğnənin mexanizması başqa da daha kimyəvi təsirli gedir, bu başqa. Sırf reflektor ancaq vururuq belə bu şəkildə. Toçkalara, meridianlarla. Məsələn, götürürüm. Necə? Bu üstədir, o daxilə. Baxın, meridianlarla, həbə uşaq əli bu zəifdirmi? Qol əzələsi tonus aşağıdır, bəli. Bu yaxın mənim əlimdə tonus çoxdur. Bunu buranda gərginlik yaranır. Sadəcə beyninizə kim necə, refleksi beyniniz necə qəbul edir ondan. Bundan belə, bunu da klinikdən, hardan bir əvvəl gətirirdilər. Gətirəcəklər, tapmışsınız oradan. Bunlardan da ucuzlardan. Bunlar bir manat, bir manatda bir şeydir. Bir manatda. Avazına da bir baxın. Bu da göndərirlər. Bir də var moxa terapiya, isitmə. Var Chen-Diu terapiya, Chen-Diu. Chen-Diu, yandırmaq, nöqtəni yandırmaq. Chen, yəni nöqtəni, Diu yandırmaq. O qıcıqay nöqtədə babadan bizdə var, çıldaq. Həqiqətən o biçim təbabətidir və doğrudan da onun nöqtələrini düz bildilər. Yəni, həqiqətən də bildi ki, burada nöqtələr burada. Eynən, toçunu, düz nöqtələrlə işləyirlər. Bəli, eynən. Çünki beyni, bil ki, dediyim kimi də, biz o, necə dedim, beyin 3 etaplı qavraması var. Verəcəyə cavab, müalicəyə cavab verməsi üçün. Bu 3 etapdan keçirik. Birinci, öncə qıcığı qəbul edir. Sonra qəbul etdiyi qıcığı hansı istiqamətə ötürəcək, onu düşünür. Üçüncü etapda artıq müalicəsində məşğul olur ki, çıldaqda da belədir, yəni. İnsanın beyni açılır. Qorxan insanlar. Bəli, yəni beyni açılır da, yəni bu refleksoloji bir üsul məsələdə. İnandan başqa deyil, inan məsələsi deyil bu da. Yəni çıldaq dediyimiz öd daşı prinsipi tutan adamı sən apar çıldağa ki, onu edəcək ödün daşı prinsipi dayanacaq. Deyil. Həqiqətən, o qorxudur, o emosiyalar hansı refleksoloji qıcıq nəticəsində olur. Ona görə də yəni, bu terapiyanın adı ümumiyyətlə moxa terapiyadır. Baxın, bunların hamısını hardan alacaqsınız, sizə deyəcəm. İğnəni aldığınız yerdə, oksigen arxası. Tamam, ay sağ olun. Orada bundan yox idi, başqası var idi. Saatlərlə getmişdik moxa. Moxa başqası var idi. Bu da var. Yəni, rəngi mənə. Əvvəl var edində deyəsən yoxdur, yox. Rəngi mənə olan uşaqlarınızda, aşağılarda spastikası olan uşaqlarınızın bel olan nahiyədə edə bilərsiniz. Amma iri-yekə uşaqda, yəni ki, uşaq durmayacaq, yanlar, biz yandırıb edəcəksiniz. Yandıracaq, həmin göstərəcək.
qəbizliyi olan uşaqlarda isidəcəksiniz bundan. Yəni isitmə prosesi verir, relaksasiya verir. Onu biz tokçaların bax qəbizliyi olan uşaqlar bunu yandırıb belə bir şəkildə verməyə bilərsiniz. Yox, vurmadan. Bunun bir dənə istiliyi var ki, bir damcı yandırsın, sən necə istəyir? Onu yaxın tuta bilməzsən. Bax, bu şəkildə uzaq, hardasa bir, ən azı bir 1 sm məsafədən işləyirsən, yaxınlaşırsan yandırır. Yəni, o dərəcədə güclü. Şam içərisində. Şam kimi deyil, bu acı yoxşandır. Niyə acı yoxşan istifadə olunur? Ona görə ki, bu tez yanır, geç soyuyor. Bizə lazımdır, geç soyusun. Amma mən onu bir çözümünü tapdım, o iyilənir, siqaret iyilənir, işlədə bilmirəm. Həmin elə uşaqlardan da getmişdim, bəzi şeylər almağı, oradan aldım. Bir də var ki, ütüləmə aparırsan, onların kənarından götürürsünüz, paravertebral. Bu kəndlərdə, yəni çünki çarə çox xəstələnmiş, soyuqlamış adamı otlarla masaj edirlər. Mərhələli şəkildə. Aynı bu sizə göstərir sizə isidmə proseduru. Onun immunity saatı var, yoxsa istənilən saatı var? Yox, onun saatı var. Ümumiyyətlə, saat məsələsi işimiz yoxdur. Bir dəfə dedik bir dənə söz, o da orada qaldı, bitdi. Sadəcə olaraq o bir dəqiqə, bir dəfə söz dedik, o söz də bir dənə o an üçün keçərlidir. Hər bir meridianın pasiv saatı var. Pasiv saatında onu tozlanır, nöqtəsində iqla qoymursunuz, mesaj verirsiniz. Yox, onu daha heç nəyə qatmırsınız. Beyninizi bitirdiniz. Dəxli nədir bu? Hansı saat dedəcəyik? Bir dənə söz dedik, bir dənə o moment üçün keçərli. Deməli, sonra tuba terapiya deyilən bir şey var. Tuba terapiya. Bunlar tuba şariklər şeydə var. O uşaqlarda gördüm mən. Mən gedəndə var idi. Oksigenlə, bəli. Bunun şəklini çəkin, deyin ki, sən deyin ki, aynı komitələr elədik. Sizə artıq qiymət deməyəcəklər. Olur bəzən də. Orada fərqli adamlar olur, fərqli adamlar satışdırır. Hamısı da mənim çox yaxşı tanıyorlar. Bir dənə telefon gelib. Götürüb 25 qəplik bankanı 40 qəpliyə verirlər. Yəni bir dənə olur da, yəni. Neysə, bu tubaları da onlara deyilmişəm. Hamısını onlara mən gətirmişəm. Tuba şarif nədir, mən onlara demişəm. Bunu mən, onlar heç bunu bilmirlər mənə. Çünki onlar sadəcə satıcıdırlar, mütəxəssis deyirlər ki, bizim tələbatımıza uyğun olaraq istəyən gətirirlər. Deməli, uşaq, bu tuba şariflər deyil, buna tuba terapiya deyilir. Tuba terapiya. Niyə bunun adı tuba terapiya? Mən bilmirəm. Şimdi də tuba terapiya gedir. Deməli, burada sadəcə bir yüngül metaldan olmuş bir şey, metallardan olur. Sonra yüngül belə, yəni sərt metaldırlar, sərt bir şeylər. Bu halalı tökülməyər. Bu yumru dəmirdən də görə bilərsiniz, belə maqnit kimi bir şeydir həm də. Ya da heç bu yoxdursa, adicə qreçka. Məsələn, mən Kazandan gələndə tapmadıq. Mən burada bir-iki dənə iqla terapevt tapdım Instagramda. Soruşdum ki, siz tubaları hardan alırsınız? Deyir ki, o nə olan şeydir ki? Ümumiyyətlə bilmirdilər ki, bu nə olan şeydir. Bilmirlər nə olur. Sonra şəkilini bir dəfə təsadüflə Instagramda reklam gördüm. Nə tərs edildi bilməz. Sadəcə bax, mən deyirəm. Deməli, nöqtələr, bəzi nöqtələr, hansı ki, əldə olan nöqtələr, baxın, çəkirsiniz də. Bax, burada, bax bu nöqtə, masaj edəndən sonra buradakı nöqtə, ayaqda bir-iki dənə nöqtələr göstərəcək. Masajımızı edəndən sonra uşaq onu yapışdırırıq, uşağı evə yola salırıq. 2 saat müddətində onu açmasın deyil. Çalışın ki, uşaq onu görməsin, görsə qoparmamız lazımdadır. Ona görə 2 saat, elə uşaq var ki, deyir, ay doktor, elə maşında ucu. 1, 2, 3, 4, bir də ayaqda göstərəcək. Deməli, deyir, elə maşındaca qopartdı, eybi yoxdur. Elə 2 saat içimsi qalsın. Ona görə də nə edirik? Mən nə elədim? Götürdüm bunları, yenə deyirəm, bunu tələbələri göstərmək üçün artıq bunu mən istifadə etmirəm. Çünki dediyim kimi normalı tapa bilmirəm. Yəni, quruyur da, yəni qurulmuşdur, yəni beləcəsi gəlir çıxır. Qreçka, adicə qreçkanı götürürsünüz, adi plastırlı, yoxdur mu? Bizim teyplər var, teyp. Onlar kinezi teyplər deyil. Belə cərahətdə falan istifadə olunur. Möhkəm, plastırlardır, balacalar, onların balacalarını, balacalarını götür onu bir kəsirəm,
kəsib, beşi hazır qoyuram. Qreçka qabında qreçka var. Qreçkanın üstə elə yapışdırıb hazır qoyuram onlar. Birinci tuju prosent gəlir də. Onun çıxarsan qreçkanı batıra bilir, onun nə uşaq qoparda bilmir, ana güclə qopardır. Ana Yəni, aha, ya da ki, elə bunu götürürsünüz, elə bunun üstünəcə, bunun üstünə elə həmin o plastırları yapışdırır. Bəs onu heç qoparda bilməyəcək uşaq. Yaxşı, deməli, buna da biz tuba terapiya deyirik. Bu da nə üçün oldu? O işlədiyimiz nöqtələrin müddətini, təsir müddətini uzatmaq üçün. Saçın təsirini, Təsir müddətini uzatmaq üçün. İqloterapiyadan sonra Bütün uşaqlara. İqlanı çıxardandan sonra. Bəli. Bütün uşaqlara. yəni tonusu, Bax, sizin hər kəsin uşağına nə aiddirsə, hansı nöqtədə işləyəcəksiniz, o da göstərilməkdir. Sonra, deməli, bir də sizə bundan danışdı. Bunun içindəki, sizə verilmişdir, o buradadır. Bir də qızlar var. İynələrin ölçülərini demişəm də sizə, hər ölçüdə var, misal üçün, bu indi böyüklər üçün. Siz 0.25-ni 25-ə ancaq işlədirsiniz. Bir də o böyüklərə gedir. Bir kürək nahiyəsində olur. Bir də ki, bax, balaca uşaqlarınıza, burada nə yazılır, mən görmürəm. Bax, bu neçə yazılırsa. Şimdilər, 18-in, 0.18-in, 0.7-yə, yoxsa necə dəqiqə? Dəqiqə. 0.18-in 7 milliyə, aha. Bunun uzunluğu 7 millidir, diametri 0.18 millidir. Çox balaca. Bunun mən lap balaca uşaqlar edirəm. 1 aylıq, 2 aylıq, tezə epilepsi falan olan uşaqlar olur. Onlara sizə göstərmək üçün nümunə saxlamışam. Deməli, sonra bir dənə də sonuncu olaraq demək istəyirəm sizə. İqlaları nə edir? İqla gedir də. ölçüsü fərqli olur. Böyük. Bunun hansı iqladılar? Deməli, bir də biz həmin nöqtələrə... İstifadə edəcəyik. Bu fizioterapevtik bir üsuldur. Ümumiyyətlə, sizə bir dənə söz deyim ki, mən bəlkə demişdim. Mən oxuyanda Kazantip Akademiyasında iqloterapiya kursu, yəni refleksoterapiya deyək də. Yəni, bunun hamısı ayrı-ayrı bir elmdir. Görürsünüz, təkcə iqla deyil, burada bir sürü işlər məşğuluyoruz biz. Ona görə sadəcə iqloterapiya daha məşğul deyəndə anlayırlar deyə. Yəni, əslində refleksoterapiya təkcə iqloterapiyadan ibarət deyil. Bu sürü bir sürü şeylə ibarət. Mən oxuyanda nevrologiya və fizioterapiya kafedrasındaydım, amma indi onu keçiriblər, bu sahə ixtisası sırf fizioterapiya kafedrasına keçiriblər. Deməli, belə bir cihazdır, lazer cihazdır, məndə ən yaxşısıdır, ustam. Kim səs deyirsə, yəni ortaya, bir dənə o, yox, gəlirəm, onu qoya bilərik. O görüb gəlir ora. Bir dənə bu şeytanı bərəkət istəməz. Az sağ olmaq olmaz. Nöqtələri götürürük. Lazerə çox pis təsiri var. Bu punkturaldır. Verin, misal üçün sizin nöqtələr. Buna biz punktural deyirik. Yəni, punktunda, yəni nöqtədə işləyirsən. Bir də var ki, skayn edici. Saniyə deyil, dedim onu. Bir nöqtəyə 5 dəqiqə artıq olmasın, deyəcəm. Biz sırf nöqtələrə edəndə bunu hardasa 1000 Hz-la eləyirik, 1000-1500 Hz, amma ağrı kəsici üçün 150 Hz. Yəni, mənim aparatımın parametrləri oldu. Başqa hansısa bir firma aparatları ola bilər, ona baxmalıyam içində, pasportunda. Hansı Hz-lə onlar ağrı kəsicidir, hansı refleksoloji təsir göstərir, hansı isə hər aparatın özünün parametrləri ola bilər. Buna biz skayn edici metod deyirik, skayn edirik, buna isə punktural. Sadəcə götürülük nöqtələrə edirik. Və bu nöqtələri biz istifadə edirik. Nədən? Sırf nöqtələri ki var, onu ürək xəstələrində, infarkt xəstələrində müalicəsi üçün edirik. Spastikalarda edə bilərik. Amma belə çox uşaqlara çox istifadə olunur. Bir nöqtə yəni bu uşaqlara tətbiq olunmayacaq sizin uşaqlarınıza. Sadəcə olaraq belə bir alət var. Yəni, rast ki, refleksolojiyadan danışırıq, ona görə deyim. Yəni, sizin uşaqlara bu getməyəcək.